Salam, hər vaxtınız xeyir olsun. Bizim Səda yenə efirdədir. Ekrana biraz da yaxın əyləşin. Çünki başladıq. Bu yaxınlarda Lider televiziyasının qonağı olan Türkiyənin məşhur TRT kanalının sevilən xəbər spikeri Zəfər Kirazdan televiziya, müxbir və aparıcı işi ilə bağlı xeyli məlumat əldə etdik. Treninqlər zamanı öyrəndiyimiz maraqlı məqamlardan biri də rənglərin mənaları və insan psixikasına təsiri ilə bağlı idi. Sən demə, narıncı rəng qıcıqlandırır. Bənövşəyi isə əsəbləri tarıma çəkilmiş. Yaşıl və mavinin açıq tonları isə əsəbləri sakitləşdirir. Ruhumuza sanki dincilik gətirir. Bunun da öz açıqlaması var. Təbii ki, mavi rəng dənizi, yaşıl rəng isə şuur altında ana təbiəti canlandırır. Amma dəniz rənginin mavi boya ilə əldə etmək mümkün olsa da, onun havasını, suyunu, ləpələrinin pıçıltısını heç nə ilə əvəz etmək mümkün deyil. Elə əməkdaşımız Nurlan da növbəti sujetində dənizdən danışacaq. Daha doğrusu dəniz gəzintisindən. Gəlin bir yerdə izləyək. Dəniz qadın üçün yaraşıqlı və ağıllı kişi. Kişi üçünsə cazibədar qadın kimidir. Dəniz romantikadır. O, yaradıcı insanların ilham mənbəyidir. Bir bəstəkar üçün dəniz melodiya düzülüşüdürsə, bir jurnalist üçün sehirli qələmdir. Məhz bu səbəbdən dənizi sevməyən demək olar ki, yoxdur. Elə Bakı bulvarına da nə vaxt getsən, dəniz kənarında gəzən, onu seyr edən kifayət qədər insan görərsən. Dəniz kənarında gəzəndə, dənizin havasını alırsa, orqanizm yaxşı möhkəmlənir. Birincisi, havası gözəldir. Yod brom, dənizin səthində yod brom hava birləşir. Onu da onda bronxlara, ağciyərlərə çox faydalıdır. Çalışırıq dostlarla çıxaq, hər dəfə dərsdən çıxırıq. Yəni, beyin yoruluruq, dərs oxutuq. Beynimizi dağıtmaq üçün təmiz havadır, gəzirik, həm də sağlamlığa xeyirdir. Dəniz qırağında gəzmək çox gözəl bir işdir. İnsanın sağlamlığına çox xeyir verən bir. Hər insanın əzaları həmişə hərəkətdə olur. Bu dəfə dənizin romantikasından yox, sahildə gəzməyin insan orqanizminə xeyirlərindən danışacağıq. Dəniz suyu minerallarla zəngindir. Həmin mineralların buxarlanan hissəsi sahildə hiss olunur. Nəticədə bol oksigen və təmiz hava yaranır. Dəniz havası öz müxtəlif minerallarla zəngin tərkibinə görə sinir sistemini sakitləşdirir, sinir sistemini möhkəmləndirir, damar keçiriciliyini yaxşılaşdırır. Orqanizmin qanın faydalı elementlərinin sayını artırır, hemoqlobinin miqdarını artırır, sümük sisteminin möhkəmlənməsinə təmin edir, əzələlərin möhkəmlənməsini təmin edir. Mütəxəssislərin fikrincə, xüsusilə əsəb xəstəliyindən əziyyət çəkənlər, psixoloji gərginlik yaşayan insanlar üçün dəniz səsi sanki musiqi terapiyasıdır. Təmiz hava ilə yanaşı dənizin, dalğaların spesifik səsi də insanın əsəblərini sakitləşdirir. Bir şey də diqqətinizə çatdırım ki, həkimlərin fikrincə qapalı və ofis şəraitində işləyən insanlar mütəmadi olaraq 3 gündən bir və ya həftədə bir dəfə dəniz kənarına çıxıb təmiz hava qəbul etsələr daha doğru olar. Qeyd olunan bütün faktlar idmançılara da şamil olunur. Çünki qapalı şəraitdə idmanla məşğul olanlar havasızlıqdan tez yorulur. Arzu olunan nəticəni almaq çətinləşir. İdmanla məşğul olan gənclərimizə tövsiyə eləyərdik ki, açıq havada idmanla məşğul olsunlar. Çünki əzələ kütləsi artdıqca, yəni idman elədikcə, əzələ kütləsini artırdıqca, ümumiyyətlə əzələlərə fiziki yükümüz artdıqca, əzələlərin də bütün orqanizmin oksigenə olan tələbatı artır. Məlumat üçün bildirək ki, dəniz suyunun duzluluğu 35% təşkil edir. Yəni, hər litrdə 35 qram duz həll olunub. Bundan başqa dəniz suyu müxtəlif minerallarla da zəngindir. Dəniz üzərində hava axını da sürətli olur. Sakit və günəşli havada dəniz kənarında gəzməyə demək olar hər kəs xoşlayır. Maraqlısı isə ondadır ki, dəniz havası məhz küləkli havada daha əhəmiyyətlidir. Çünki hava axını sürətli və oksigen bol olur. Bakı bulvarını qağayılarsız təsəvvür eləmək çox çətindir. Onlar bulvarın daimi sakinləridir. Bəlkə də qağayılarsız bulvarın gözəlliyi yarım qalardı. Qeyd edək ki, qağayılar insanların verdiyi yemlə və suyun üzərində gəzən xırda balıq və canlılarla qidalanırlar. Nurlan Vilayətoğlu, Rahim Mustafayev, Lider TV.
Heyif deyil uşaqlıq, nə dərdin var, nə də problemin. Amma bu da sizə asan gəlməsin ha. Hər uşağın öz psixologiyası, gizli bacarıqları var. Balacalar qutudakı mücəffər kimidir. Həmin bu qutunu açıb o cəvahiratı cilalayıb parlatmaq ilk növbədə valideynlərin. Sonra da müəllimlərimizin öhdəsinə düşür. Bəzən valideynlər işlə bağlı övladlarına lazımi zaman ayıra, onunla gərəkdiyi qədər məşğul ola bilmirlər. Bu zaman tərbiyə və təhsilə nəzarət vəzifəsi düşür nənə-babaların öhdəsinə. Yadımdadır, qonşumuz Əsmər xala nəvələri dərs oxumayanda onlara deyirdi. Belə getsə sizdən zibil yığan da olmayacaq. Təbii ki, nənə bu sözü ilə zəhmətkeş insanları təhqir etməyə heç ağlına da gətirməzdi. Bəlkə də niyyəti nəvələrini bu məşəqqətli peşənin çətinlikləri ilə qorxutmaq idi. Ay Əsmər xala, ax sən nə biləydin ki, indi zibilliklərdən bir gözəlliklər yaradırlar ki, gəl görəsən. Bəli, sən eşitmədiniz. Bugün kimisi dəniz kənarına nurlan kimi hava almaq üçün, kimisi də zibillikdən gözəllik yaratmaq üçün çıxır. Heç belə də şey olar, deyib təəccüblənməyin. Yaxşısı budur, xumarı izləyin. İnsanların hara gəldi zibil atması nəticəsində ətraf mühitə xeyli ziyan dəyir. Dünyanın istənilən nöqtəsində zibilliklər mövcuddur. Ancaq barəsində danışacağım ərazi təsəvvürümüzdəki zibilliklər kimi üfunət qoxulu xarabalığı ilə deyil, əksinə turistlərin marağına səbəb ola biləcək rəngarəngliyi ilə seçilir. Vaxtilə xarabalıq olan ərazi hazırda Kaliforniyanın Fort Bragg şəhərinin göz oxşayan şüşə sahil çimərliyinə çevrilib. Maraqlısı ondadır ki, bu məkandan 20-ci əsrin ortalarına qədər zibillik kimi istifadə edilib. 60-cı illərdə isə bura məişət tullantılarının atılmasına da qadağa qoyulur və məkan öz taleyi ilə baş-başa buraxılır. Saysız şüşə, plasmas və digər tullantıların cəmləndiyi məkan illər keçdikcə Kaliforniyanın qızmar günəş şüaları, okean ləpələri və xırda dəniz canlılarının da təsiri altında dəyişməyə başlayır. 80-ci illərdə yerli sakinlərin köhnə zibillikdə gördükləri onları heyrətə gətirir. Vaxtilə zibilxanaya atılan şüşə qırıntıları təbiətin və birbaşa duzlu suyun təsiri ilə qeyri-adi rəngarəng və parlaq daş dənəciklərinə çevrilərək göz oxşayan mənzərə yaratmışdı. Təbiətin təsirindən, yağış, suların və dəniz suyunun özünün təsirindən, küləkdən onlar çox qəribə bir kiçik daşlar şəklində, belə deyək də, çox qiymətli, bəzən də hətta almaza oxşayan bir formada belə qum və daşlıqlar, çınqıllar şəklində çox maraqlı bir təbiət hadisəsinə çevrildi. Beləliklə, insanın təbiətə müdaxiləsi və təbiətin özünü qoruma instinktinin birgə əməyi nəticəsində yaranan çimərlik, o gün bugün turistlərin axın yeri və dünyaca haqqında danışılan ən gözəl zibillik və ən qeyri-adi çimərlik kimi gəzməli, görməli yerlər siyahısında öz yerini cəsarətlə alır. Kaliforniyaya gedib o qəribə mənzərəni öz gözlərimlə görə bilməsəm də, Bakının necə deyərlər canına düşüb, tin dalanlarımıza yüngülvari bir nəzər saldım. Maraqlıdır. Görəsən nə vaxtsa bizim zibilliklər də dünyanın diqqətini özünə çəkə biləcəkmi? Bax, sizcə bizim Azərbaycandakı zibilliklərdə də belə bir şeyin yaranması mümkündür, belə bir gözəlliyin? Mümkün deyil. Niyə? Çünki bizdə hara gəldi zibili atırlar. Bilmiyorum da hani ileriki zamanlarda belki olabilir. Yani sahile bakmak gerekirse temizlik şart. Ola bilər, dəyişir, təmizlənsə, baxılsa ola bilər. Millətimiz elə bir şərait yarada bilər ki, heç zibil deyiləsi bir şey olmaz. Yəni tullantı deyiləsi bir şey olmaz. O tullantıdan da nəsə bir şey düzəltmək olar. Yəni ola bilər ki, hər gələcəkdə olsun istə belə bir şey. Yəqin ki, mümkündür də, onu alimlər bilərlər. Cavablardan da anladığımız bu oldu ki, bizdə belə bir məkanın mövcud olması üçün hələ xeyli zaman keçməlidir. Amma bu heç də o demək deyil ki, əlimizə keçən bütün tullantıları bir yerə atmaqla bu cür gözəlliyə sahib ola bilərik. Xeyr, belə düşünənlərin nəzərinə çatdıraq ki, bu zibilliyin gözəl bir əraziyə çevrilməsində Fort Bragg şəhərinin iqlimi ilə yanaşı, yerli əhalinin tullantıları olan münasibəti də əhəmiyyətli rol oynayıb. Belə ki, bu məkanın gözəlliyinə səbəb sırf şüşə qırıntılarının bir məkana toplanması olub. Qərb ölkələrində, qərb cəmiyyətlərində zibillər çeşidlənir. Kağız ayrıca bir salafan
belə deyək də, turbada qoyulur, şüşələr ayrıca, qəzetlər ayrıca, yemək qalığı ayrıca. Və bunlara asandır keçidləmək və bəzən də onlarda bir neçə zavod işləyir. Kağızı ayrıca zavoda verirlər, ikinci istifadə üçün, təkrar emal üçün, şüşəni ayrıca və s. Bizdə isə hər şey bir-birinə qarışıb. Yəni gəlin baxaq binalarımızın zibil qutularına, hər şeyi bir yerə tökürük. Çimərliyin tarixi dünəni qədər bugünü də maraqlıdır. Hazırda bu ərazidə tez-tez musiqi festivalları təşkil olunur. Həftə sonları isə ingilislərin dili ilə desək əyləncəli vikendlər, yəni xatirə günləri keçirilir. Bütün bunlar isə bu məkanı unudulmaz edir. İstehsal məişət tullantılarının utilizasiyası və yığılması məsələsi ən köhnə problemlərdən biri olsa da, deməli bəzən hər şeydən bir gözəllik yaratmaq da mümkünmüş. Yetər ki, buna həvəs və maraq olsun. Təbii ki, zibilliklə yox, gözəlliklə. Xumar Kərimli, Bağır Kərimov, Ülvi Rəhimov, Lider TV. Bəli, zibilliyin yaratdığı bu gözəllik insana sözün həqiqi mənasında pozitiv enerji verir. Pozitiv dediyim yadıma düşdü. Belə halla yəqin siz də rastlaşmışsınız. Səhər yuxudan oyanırsınız və hiss edirsiniz ki, xoşbəxtsiniz. Əslində heç nədən yaranır bu his və sizə elə gəlir ki, bugün sizin gününüzdür. Özünüzü güclü, bütün maneələri dəf etmiş kimi hiss edirsiniz. Heç kim və heç nə bugün sizin əhvalınızı korlaya bilməz. Bugün necə deyərlər, dünyanın mərkəzi sizsiniz. Siz günəşsiz, ətrafınızdakılar isə peykləriniz. Necədir? Özünüzdəki təbəssümü görürəm, xoş istərdi, deyilmi? İnsanı ruhlandırır, hərəkətə sövq edir. Bəli, əzizlərim, psixologiya elmində bu fenomenə özünü motivasiya deyilir. Demək ki, insan özü özünə uğur aşlamağa qadirdir. Əlqərəz, həmişə optimist müxbirimiz Türkanın bugünkü sujeti sayəsində də günə pozitiv başlamağın sirlərinə yələnib, bunun bizə nə kimi üstünlüklər qazandıra biləcəyindən xəbərdar olacağıq. Ətraf mühit, insanlar, həyat şərtləri, qayğılar və s. kimi bir çox faktorlar insanları təbii halından uzaqlaşdırıb, bir çoxlarınızın gününün bərbad keçməklə nəticələnir. Lakin unutmayaq ki, günə necə başlayırsınızsa, bütün gününüz elə də keçəcək. Ona görə də günə yaxşı əhvalla başlamaq çox əhəmiyyətlidir. Günü başlamamışdan əvvəlcədən planlaşdırmalıdır. Yəni, bu günü necə keçirməlidir? Əgər bu insan əvvəlcədən fikirləşəndə ki, mənim bu günüm çox uğurlu olacaqdır, çox yaxşı olacaqdır, hansı görüşlərim olacaq, çox müsbət keçəcəkdir. Əlbəttə ki, bu insanın günü də çox yaxşı keçir. Günə yaxınlarınıza xoş sözlər söyləməklə başlaya bilərsiniz. Bu yalnız onların yox, həmçinin sizin də əhvalınızı qaldıracaq. Xarici görünüşlə şəxsi bacarıqlarla bağlı iltifatlar həm qarşınızdakının, həm də sizin əhvalınıza yüksək təsir göstərəcək. Gün ərzində enerjili, pozitiv qalan insanların 60%-i günə səhər idmanı ilə başlayır. Məhz bunun sayəsində enerji və hormonların səviyyəsini artırmaq mümkündür. 10 dəqiqəlik məşq daxili şübhələrinizi və gərginliyinizi azaldaraq düşüncələrinizi daha da nikbin edəcək. Günə ilk olaraq yuxudan duran zaman gülərək başlayın. Sonra isə güzgü qarşısına keçərək sizə lazım olan sözləri təkrarlayın. Sonrasında zövqünüzə oxşayan dinamik musiqi seçib, sonraki saatlarınızın da yaxşı keçməsi üçün əhvalınızı yüksək tutun. Negativ məlumatlarla dolu xəbərləri izləmək və ya qəzetləri oxumaq əvəzinə gününüzə yumoristik proqram izləməklə başlayın. Ya da masa arxasında ailə üzvləriniz ya iş yoldaşlarınızla pozitiv mövzular haqqında söhbət etməyi sınayın. Günün davamında yorucu, sıxıcı düşüncələrdən uzaq qalmaq üçün səhəri ən mühüm məsələləri həll etməklə başlayın. Özünün beyninə doldursun ki, bunun günü necə keçəcəkdir? Mən bu günləri kimlərlə, yaxşı insanlarla görüşəcəyim. Bu da yaxşı təsir edir. Və əlbəttə ki, siz qarşınıza götürüb hansısa çox mürəkkəb işi qoyubsunuz və onu götürüb aradan qaldırandan sonra elə bir ki, uğurlu gün oldu ki, necə mən yaxşı bu günləri bu işlə aradan qaldıra bildim.
pozitivliyinizi xeyirxah addımlarınızla da artıra bilərsiniz. Kiməsə tanımadığı ünvanı tapmaqda kömək edin. Yaşlı qadına yolu keçməkdə yardım əli uzadın. Bununla yaxşı əməllərinizin dairəsini genişləndirin və məhz beləcə sizin həyatınız özünüz də bilmədən daim dolğun və xoşbəxt olacaq. Gününüzün pozitiv keçməsi üçün necə başlayırsınız? Günün pozitiv keçməsi üçün mən səhər dururam. Yaxşı bir musiqiyə qulaq asıram. Əhvalım açılır. Musiqi ilə? Mən idmanla, səhər idmanı sağlamlıqdır. Sonra mətbuatı izləyirəm, gündəlik əhval-ruhiyyəm qalxır. Şokolad yemək, все. Harca 7-də zətdə durub, razminka, məşq, belə məşq edib, də yaxşı səhər yeyirsən, все. 5-10 dəqiqə dənizi ya da yaşıl bir mənzərəni seyr etmək daxili gərginliyinizi yox edəcək. Dənizin sükutu içinizə rahatlıq hissi gətirəcək. Burada oyanan xoş təsirat gün ərzində üzünüzdə təbəssüm yaratmağa belə qadirdir. Səhərinizin və bütün gününüzün mükəmməl keçməsi üçün günə bol vitaminli və tutumlu səhər yeməyi ilə başlayın. Buterbrod və yumurta isə gün ərzində gümrah qalmağınıza kömək olacaq. Belə, biz sizə sınaya bilməyəcəyiniz mümkünsüz heç nə söyləmədik. Unutmayın, hər şeyi gözəl görün ki, müsbət enerji ala biləcəyiniz çox şeylər olsun. Hər zaman gününüzün xoş və uğurlu keçməyi diləyi ilə Türkan Mahmudova, Elşad Məmmədov, Lider TV. Bir dəfə Qaxda dostum gildə qonaq oldu. Orada bir yeməyidir. Qəribə adı var deyə. Səhv eləmirəmsə sülfüllü idi. Hə. Bu yeməyi o vaxtdan sonra bir də dadmasam da adını bu yaxınlarda yenidən eşitdim. Kimdən? Bölgə müxbirimizdən. Amma o deyir bu yeməyin adı sülfüllü yox, sürhüllüdür və şimal bölgəsinə. Əsas da Quba, Xaçma, Zaqatala, Balakən zonasına məxsus bir təamdır. Əgər siz də sülhüllünü dada bilmək istəyirsinizsə, növbəti sujetimizi diqqətlə izləyin. Bilmək olmaz, bəlkə öyrənib elə özünüz bişirdiniz. Qış fəslində şimal-qərb bölgəsində ən çox pişirilən yeməklərdən biri də sürhüllüdür. İndi onun pişirmə qaydası ilə tanış olacağıq. Birinci əti götürürük, onu qazana salırıq. Yeməyin əvvəl əti bişirilir. Çünki qaxac əti həmin heyvanın yaşından asılı olaraq gec yaxud tez bişirilir. Təxminən 5-6 ədəd soğan doğranıb ətin üzərinə əlavə olunduqdan sonra qaynamaq üçün sobaya qoyulur. Buna paralel olaraq digər qazanda hazır xəmirlərin bişirilməsi üçün su qaynadılır. Buna qədərsə xəmir yoğrulur. Yoğurmuş xəmiri taxtanın üstündə yaxşı yoğururuq. Sonra kündəyə gətirib yoğrulmuş xəmir uzunsov formada kəsilir. Daha sonra xırda dördbucaq formasında doğranır. Kvadrat xəmirləri də şəhadət barmağımızı üzərinə basmaqla geri çəkirik və bu formanı alırıq. Sürülərini əşməkdən ötürü birinci şəhadət barmağından nazik eşməliyik ki, yaxşı pişsin, dadlı olsun. Hazırlanmış sürüleni siniyə yoğuruq, sonra da aparıb suya tökürük. 10-15 dəqiqə qaynadıqdan sonra çıxartıb hazırlayırıq. Sonra qazanda qaynayan suya duz əlavə edib hazır xəmirləri ora tökürük. Onu da qeyd edək ki, xəmirlərin nazik olması vacib məsələlərdəndir. Çünki əks halda sürhüllü yaxşı bişmir. Beləcə ət və xəmir ayrı-ayrılıqda bişir. Ət bir qədər öncədən bişirilməyə qoyulur ki, sonradan ikisi də eyni vaxtda hazır olsun. Artıq yeməyimiz bişib, hazırdır. Süfrəyə verilmək üçün görək necə çəkilir boş qablara. Xanım, birinci xəmir çəkilir. Sarımsaq var orada, o nə üçündür? Sarımsağı da içinə tökürlər, soxub dadı versin deyə yaxşı. İştahalı olsun. Daha sonra nələr tökülür onun içinə? Sonra bir də biz buna şərab deyir, əzgildən düzəltən şərabdır. Onu da tökürük.
Bir də bura keşnişdir, reyhan, belə şeylər, ədviyyələrdən hamısından tökürük. Bu təam daha çox şimal-qərb bölgəsində, əsas da dağ kəndlərində bişirilir. Tarixinə gəldikdə isə lap qədimdən bişirildiyini deyən sakinlər sürhülünü mətbəximizin ayrılmaz hissəsi kimi təqdim edirlər. Qış vaxtında yediyimiz yeməklərin ən yaxşısı bizdə sürhülü adlanır. Yaxşı qonaq üçün, evə mehriban, yaxşı qonaq gələndə bir sürhülü bişiririk. Adətən sürhülərin tarixini öyrənmək istəsək, dədə-babalardan neçə illərdir, bəlkə neçə 100 illərdir bu yemək gəlir. Əgər siz də şaxtalı qış günündə həm dadlı yemək, həm də qızınmaq istəsəniz, onda mütləq sürhüllünü yadınıza sarın. Pərviz İmranoğlu, Əhməd Fərruxoğlu, Ali Rəsimoğlu, Lider TV, Zaqatala. Bax belə, sürhülü bişirməyi Pərvizdən, hər zaman pozitiv olmağı isə Türkandan öyrəndik. Nəbadə, dəniz kənarında olarkən oraları Kaliforniya zənn edib əlinizə nə gəldi yerə atasınız. İnanın ki, bu bizdə gözəllik kimi yox, elə təmizlənməyən zibilli ərazisi kimi tarixə düşəcək. Bizdən bu qədər. Sağ olun, salamat qalın. Oraları Kaliforniya zənn... Balacalar qutudakı mücəffər kimidir. Parlatmaq olsa parlatmaq. Həmin bu qutunu, tərbiyə və təhsilə nəzarət düşür nəzarət vəzifəsi. Günə pozitiv başlamağın sirlərini yenib, qalxda qovumuz yoxdur, bəlkə dostumuz deyil.